Səyahət zamanı təyyarədə pəncərə kənarı buludların seyrinə durmaq üçün əla seçimdir. Bu oturacaq həm də bəzən ilk dəfə səfər edənlərin həyəcanını azaltmaq üçün seçilir. Amma son günlərdə pəncərə kənarı seçimi üçün əlavə ödənişin tələb olduğuna dair məlumatlar yayılıb. Azalın daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov Xəzər xəbərə bildirib ki, bu beynəlxalq təcrübədə qəbul olunmuş haldır. Oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır. Qeyd edeyim ki, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə bir xidmətdir. Sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda hətta oturacaq pəncərə kənarında olsa belə əlavə ödəniş tələb olunmur. Bəs eyni ailədən və ya eyni qrupdan 3 yanaşı yer sifariş olunduğu vaxt necə? Pəncərə kənarı üçün əlavə ödəniş tələb olunmalıdırmı? Qurum rəsmisi bildirib ki, onlar bu məsələyə həssas yanaşırlar. Eyni bron daxilində olan ailə üzvləri yaxud sərnişin qruplarının bir-birindən ayrılmaması Azal üçün mühüm bir prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir tərkib hissəsidir. Qeyd edək ki, uçuşlarda pəncərə kənarındakı oturacağı xüsusi seçmək üçün ödənəcək məbləğ 15 avrodur. Bu rəqəm standartdır və dəyişmir. Nigar Polad, Kənan Qafar, Xəzər xəbər.